Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugün mən sizə e, DİM test toplusundan dünyanın müasir siyasi xəritəsi mövzusuna aid olan bir neçə testin izahını verəcəm. İlk olaraq birinci sualla başlayaq. Birinci sualda qeyd olunur ki, bütövlükdə yarımadada yerləşən dövlətlər. Deməli, burada diqqət etməlisiniz ki, Malta və Kuba dövlətləri ada dövlətləridir. Ona görə A variantı ola bilməz. Eyni zamanda biz qeyd edəcəyik ki, İndoneziya ada dövlətidir və yaxud biz ona arxipelag dövləti də deyə bilərik. Bu baxımdan C variantı doğru cavab ola bilməz. İran yarımada ölkəsi deyil. Tunis yarımada ölkəsi deyil. Ona görə D variantı da ola bilməz. Və yaxud Angola yenə yarımada ölkəsi deyil. Liberiya yarımada ölkəsi deyil. Singapur ada dövlətidir. Ona görə Y variantı da ola bilməz. Doğru cavabımız olacaq B variantı. Tayland Hindçin yarımadasında, hətta bir hissəsi Malakka yarımadasında yerləşir. İspaniya Pirne yarımadasında, Birləşmiş Ərəb Əmirliyi Ərəbistan yarımadasında, Koreya Respublikası isə elə Koreya yarımadasında yerləşir. Doğru cavabımız B variantı olacaq. Sual 2'ye baxaq. Sahilləri iki okean suları ilə əhatə olunan ölkələr. A variantında Braziliyanı biz çıxacağıq. Ona görə ki, Braziliya sadəcə Atlantik okeanına çıxışı var. Avustraliya və Panamanın isə iki okeana çıxışı var. Belə ki, Avustraliyanın qərb sahilləri Hind okeanı, şərq sahilləri Sakit Okyan sularıyla yuyulmaktadır. Panama'da aynı zamanda şərq sahilləri Atlantik Okyanı, qərb sahilləri Sakit Okyana məxsusdur. Bu baxımdan burada Braziliyaya görə A variantı ola bilməz. B variantını nəzərə getirək. Burada B variantı doğru cavabdır. Meksika həm Atlantik hem Sakit Okyan, aynı zamanda Kolumbiyada hem Atlantik hem Sakit Okyan çıxışı var. Avustralya'nın ise az önce qeyd etdiyimiz kimi Hint və Sakit Okyan çıxışı var. C variantında Böyük Britaniya ola bilməz. Çünki Böyük Britaniyanın sadəcə Atlantik Okyanına çıxışı var. D variantında biz Fransa'nın sadəcə Atlantik Okyanına çıxışının olduğunu bilirik. Y variantında ise biz deyirik ki Yeni Zelandiya sadece Sakit Okyan çıxışı var. Veyahut da Yaponiyanın sadece Sakit Okyan çıxışı var. Burada bizim diqqət etməli olacağımız bəzi nüanslar var. Belə ki, Taylandın iki okean çıxışı var. Hem Hint, hem Sakit Okyan. Diqqətinizdə olsun. ABŞ-ın eyni zamanda iki okeana çıxışı var. Hətta biz deyə bilərik ki, üç okeana çıxışı var. Belə ki, Alaska ştatına görə Şimal Buzlu Okyan və eyni zamanda Sakit və Atlantik Okyan çıxışı mövcuddur. Daha sonra Kanada'nın da aynı zamanda hem Atlantik hem Sakit hem de Şimal Buzlu Okyan'a çıxışı var. Daha sonra biz burada deməli qeyd edəcəyik ki, Argentina'nın da məhz Atlantik Okyan'a çıxışı var. Doğru cevabımız olacaq B variantı. Üçüncü sual baxaq. Atlantik Okyanı sahilində yerləşən ölkələr bizdən soruşulur. Belarusu variantı arasından çıxırıq. Çünki Belarus materik daxili ölkədir. Tacikistan materik daxili ölkədir. Təbii ki, bunlar doğru cavab ola bilməz. Tanzaniyanın sadəcə Hind Okyanına çıxışı var. Ona görə A variantından çıxdıq. Deməli, daha sonra Yaponiya sadəcə Sakit Okyanı, Mozambikin isə sadəcə Hind Okyanına çıxışı var. Deməli, Somali C variantı doğru cavab ola bilməz. Onun Hind Okyanı çıxışı var sadəcə. Deməli, Macaristan materik daxili ölkədir. Heç bir okeana çıxışı yoxdur. Doğru cavabımız olacaq D variantı. Məhz Mərakeş, Braziliya, Angola və Argentina dövlətlərinin Atlantik Okyan çıxışı var və Atlantik Okyan sahilində yerləşirlər. Növbəti sualımız. Sardiniya, Tasmaniya hava adalarının mənsub olduğu müvafiq ölkələr. Belə ki, Sardiniya Aralıq dənizində yerləşən ikinci ən böyük adadır. Siciliya adasından sonra məhz İtaliyaya məxsusdur. Deməli, Tasmaniya adası iki okean sahilində yerləşir. Bilməlisiniz ki, həm Sakit həm də Hind Okyanı sularla yuyulmaqdadır sahilləri. Avustraliya ittifaqına aiddir. Havay adası isə Sakit Okyanında yerləşir. Məhz deməli, ABŞ-a məxsusdur. Bu baxımdan doğru cavabımız olacaq
D variantı. Asya'nın arxipelagda yerləşən dövlətləri. Arxipelag adalar toplusuna deyilir. Deməli, Şri-Lanka sadəcə bir adadır. Şri-Lanka adası. Ona görə biz deyəcəyik ki, o arxipelag sayılmır. Butan isə materitaxlı bir ölkədir. Nə yarımada ölkəsidir, nə ada ölkəsidir. Ee, Və onu biz təbii ki, arxipelagda yerləşən dövlət olaraq götürə bilmərik. Deməli, Koreya Respublikası yarımada ölkəsidir. Ona görə bizim axtardığımız cavab ola bilməz. Deməli, və yaxud da ki, Suriya nə ada, nə də yarımada ölkəsi deyil. Şri-Lanka yenə tək ada olduğu üçün seçilə bilməz. Pakistan yenə ada ölkəsi deyil. Burada doğru cavabımız C variantı olacaq. Filippin adalarında Filippin dövləti, Yapon adalarında Yaponiya dövləti, İndoneziya adalarında isə İndoneziya dövləti yerləşir. Yəni bu üç ölkə arxipelagda yerləşən dövlətlər hesab olunur. Əlbəttə ki, arxipelagda yerləşən dövlətlərə biz Baham adaları, Maldiv adaları, Seyşel adaları kimi dövlətləri də əlavə edə bilərik. Sakit Okean hövzəsində deməli yerləşən inkişaf etmiş dövlətləri istəyir. Deməli burada biz bilməliyik ki, Malayziya inkişaf etməkdə olan ölkədir. Doğru cavab ola bilməz. Və yaxud İsrailin Sakit Okeana çıxışı yoxdur. İsrail iki okeana çıxışı var, Atlantik və Hind okeanı, amma Sakit Okeana çıxışı yoxdur. Bu baxımdan C variantı doğru cavab ola bilməz. Yenə Malayziya D variantında çıxır. Elə Meksikada çıxır, çünki Meksikada Malayziya kimi inkişaf etməkdə olan ölkədir. Meksikanın bu arada iki okeana çıxışı var, Atlantik və Sakit Okean. Y variantında Argentinanı biz doğru cavab götürə bilməliyik. Çünki Argentina həm inkişaf etməkdə olan ölkədir, həm də sadəcə Atlantik okeanına çıxışı var. İndoneziyada həmçinin Sakit Okeana çıxışı olsa da inkişaf etməkdə olan ölkədir, olmaz. Doğru cavabımız B variantı olacaq. Yeni Zelandiya, Avustraliya və Yaponiya üçü də inkişaf etmiş ölkədir və üçü də Sakit Okean hövzəsində yerləşir. Doğru cavabımız B variantı. Hind Okeanı sahillərində yerləşən Afrika dövlətlərini bizdən tələb edir sual. Bilməliyik ki, Namibiya sadəcə Atlantik Okeana çıxışı var. Liviyanın da həmçinin Atlantik Okeana çıxışı var. Kongonun da həmçinin Atlantik Okeana çıxışı var. Bunların heç birinin Hind Okeana çıxışı yoxdur. Tunis yenə Atlantik Okeana çıxışı var. Angola'nın yenə Atlantik Okeana çıxışı var. Burada bir dənə Kenyanın Hind Okeana çıxışı var. İftiyo. C variantında Mali ümumiyyətcə materitaxlı bir ölkədir. Efiopiya materitaxlı ölkədir. Bunların ikisinin də heç bir okeana çıxışı yoxdur. Kongo isə biz deyəcəyik ki, Atlantik Okeanına çıxışı var. D variantı təbii ki, yenə bizim axtardığımız cavab deyil. Çünki Mərakeş sadəcə Atlantik Okeana çıxışı var. Liberiyanın da həmçinin sadəcə Atlantik Okeanına çıxışı var. Tanzaniyanın amma Hind Okeanına çıxışı var deyə bilərik. Mozambik, Madagaskar və Somali üçü də Afrika dövlətidir və üçü də Hind Okeanına çıxışa malikdir. Doğru cavabımız Y variantı olacaqdır. Ərazisi yarımadada yerləşən ölkələri bizdən istəyir. Nepal yarımada ölkəsi deyil. Elə Pakistan da yarımada ölkəsi deyil. Finlandiyada əslində sayılmır. Finlandiyanın sadəcə bir hissəsi Skandinaviya yarımadasında yerləşir. Mərakeş yenə yarımada ölkəsi deyil. Elə Bangladeş də yarımada ölkəsi deyil. Bunlar materikdə yerləşirlər və yarımada yerləşmirlər yəni. Əfqanistan materidaxili bir mövqeyə malikdir və yarımada yerləşmir. Filippin arxipelag dövlət sayılır, yəni yarımada yox, adalarda yerləşir. Burada bir dənə Yunanistan yarımada ölkəsi sayıla bilər, çünki Balkan yarımadasında yerləşir. Baxaq burada D və Y variantlarına. Şri-Lanka təbii ki, ada ölkəsidir. Biz bunu təbii ki seçməyəcəyik. Mongolistan heç bir yarımada yerləşmir və materidaxili ölkədir. Burada doğru cavabımız Y variantı olacaq. İtaliya Apenin yarımadasında yerləşir. İsveç Skandinaviya yarımadasında, Səudiyyə Ərəbistanında adından göründüyü kimi Ərəbistan yarımadasında yerləşir. Doğru cavabımız Y variantı. Asiyanın dünya okeanına birbaşa çıxışı olmayan ölkələri. Deməli, burada Küveytin və Yəmənin və Pakistanın Hind okeanına çıxışı var. Bir dənə burada Əfqanistanın biz deyirik ki, materidaxili mövqeyi var. Ona görə A variantı burada olmaz. Deməli, doğru cavabımız B variantı olacaq. Təbii ki, Nepal, Hindistan, çox üzr istəyirəm, B variantı olmayacaq. Hindistan diqqətindən yayınmışdı. Hindistan Hind okeanına çıxışa malik olduğu üçün B variantı da bizim doğru cavabımız deyil.
Bizim doğru cevabımız C variantıdır. Bəli, Əfqanıstan, Nepal, Butan, Monqolistan. Bunlar Asiyanın materik daxili ölkələr sayılır. Amma biz təbii ki, Asiyada başqa materik daxili ölkələr də qeyd edə bilərik. Məsələn, elə Azərbaycan, Ermənistan, e, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızistan, e, həmçinin Laos, e, bu kimi dövlətlər biz nümunə göstərə bilərik. Asiyada yerləşən və materik daxili mövqeyi olan deməli ölkələr. Məsələn, Malayziya biz deyəcəyik ki, həm Hind, həm Sakit Okeana çıxışa malikdir. İndoneziyada həmçinin həm Hind, həm Sakit Okeana çıxışı var. Pakistanın sadəcə Hind okeanına, Filippinin sadəcə Sakit Okeana çıxışı var. Daha sonra bu Y variantında sadəcə Laos və Əfqanistan materik daxilidir. Vyetnam məsələn Sakit Okeana çıxışa malikdir. Singapurun Sakit Okeana çıxışı var və s. Doğru cavabımız C variantı. Sakit Okean hövzəsində yerləşən dövlətlər. Sakit Okean hövzəsində yerləşən ölkələr ilə A variantı niyə doğru cavab olmasın ki? Çünki Peru, Yeni Zelandiya və Koreya Respublikası Sakit Okeana çıxışı olan ölkələrdir. Somali desən Hind Okeanına çıxışı var. Olmaz. Və yaxud da ki, Liviya desən Atlantik Okeanına çıxışı var. Və yaxud Mozambikin sadəcə Hind Okeanına çıxışı var. Braziliyanın sadəcə Atlantik Okeanına çıxışı var. Pakistanın sadəcə Hind Okeanına çıxışı var. O baxımdan doğru cavab elə olacaq A variantı. Növbəti sual. Dünya okeanına birbaşa çıxışı olmayan, yəni Asiya ölkələrini istəyir bizdən. Elə doğru cavabımız A variantı olacaqdır. Türkmənistan, Monqolistan, Özbəkistan və Laos. Asiya dövlətləridir və dördünün də dünya okeanı çıxışı yoxdur. Amma digər variantlarda məsələn Singapurun Sakit Okeana və yaxud Pakistanın dedik Hind Okeanına, İraqın yenə Hind Okeanına, Vyetnamın Sakit Okeana, Bangladeşin Hind Okeanına, Pakistanın yenə deyirəm Hind Okeanına çıxışı var. Amma Türkmənistan, Monqolistan, Özbəkistan və Laosun heç bir okeana çıxışı yoxdur və diqqətli olun. Hətta Özbəkistan 2 qat materik daxili ölkə sayılır. Nə deməkdir? 2 qat materik daxili ölkə, yəni həm özünün, həm də qonşularının dünya okeanına çıxışı yoxdur. Həm Özbəkistan bu kateqoriyaya aiddir, həm də Liechtenstein. Bu iki dövlət 2 qat materik daxili ölkə sayılır. Çünki ikisinin də dünya okeanına çıxışı yoxdur, həm də qonşularının dünya okeanına çıxışı yoxdur. Ona görə bu formada adlanır. Növbəti sualımız Qərbi Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlər. Region ölkələrinin bir-biri ilə sıx qonşuluq mövqeyi var, düzdür. Bütün ölkələrinin okeanlara çıxışının olması, xeyr, Qərbi Avropanın bütün ölkələrinin dünya okeanına çıxışı yoxdur. Məsələn, İsveçrə Qərbi Avropa ölkəsidir, amma dünya okeanına çıxışı yoxdur. Və yaxud Avstriya, yenə Qərbi Avropa ölkəsidir, dünya okeanına çıxışı yoxdur. Lüksemburg, Liechtenstein, Andorra, bunlar məhz Qərbi Avropa ölkələridir, amma dünya okeanına çıxışları yoxdur. Yəni, bu fikir doğru deyil. Mühüm dəniz və quru ticarət yollarının yaxınlığında yerləşməsi doğrudur. Şərqi Avropa ölkələrlə qonşuluq mövqeyi doğrudur. Region ölkələrin hamısının Afrikaya yaxın olması bu tamamilə yanlışdır. Məsələn, Norveç, İsveç, Finlandiya, İslandiya, Danimarka Qərbi Avropa ölkələridir, amma Şimali Afrikaya, ümumiyyətlə Afrikaya yaxın ölkələr sayılmır. Doğru cavabımız 1, 3, 4 C variantı olacaqdır. Növbəti sual. Şimali Afrika regionuna aid olan coğrafi xüsusiyyətləri müəyyən edin. Rütubətli tropik meyvəçinin inkişafı. Birincisi, Afrikanın şimalında subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipini görə bilərik. Rütubətli tropiki görmürük. Və ümumiyyətlə Afrikanın şimalında rütubət tropik yoxdur. Afrikanın şimalında biz deməli quru tropik görə bilərik. Aralıq dənizi iqlim tipi bu doğrudur. Sahil boyu zəngin su ehtiyatlarının olması deməli biz bilməliyik ki, deməli, zəngin su ehtiyatları Afrikanın şimalı üçün səciyyəvi deyil. Neft, qaz, fosfor yataklarının yayılmasını Afrikanın şimalında görə bilərik. Belə ki, Misirdir, Liviyadır, Əlcəzairdir, nefti və qazı var. Mərakeşin isə biz fosforiti olduğunu qeyd edə bilərik. İri şəhərlərin sahil boyunca yerləşməsi doğrudur. Məsələn, Misirin paytaxtı Qahirə və yaxud da ki, Liviyanın paytaxtı Tripoli və digər Afrika şimalında olan dövlətlərin paytaxtları sahil boyu mövqeyidə yerləşirlər. Əhalinin sıx yerləşməsi bu doğru deyil. Əsasən bir hissədə sıx yerləşir, digər ərazilərdə isə seyrəkdir. Çünki bu ölkələrin əksəriyyətinin təbiəti ekstremaldır. Səhra təbii zonasına görə ekstremaldır və
sıxlığı azdır. Doğru cavab burada olacaq 2, 4, 5 A variantı. Cənubi Avropa və Şimali Afrika regionlarının oxşar cəhətləri inkişaf etmiş ölkələrdir. Ümumiyyətlə Afrikanın şimalında inkişaf etmiş ölkə yoxdur. Afrikada cəmi bir inkişaf etmiş ölkə var. O da cənubunda yerləşən Cənubi Afrika Respublikasıdır. İnkişaf etmiş ölkələrdir ifadəsini Cənubi Avropaya aid edə bilərik. Araq dənizi sahilində yerləşən ölkələr var. Bu hər ikisinə aiddir. İxracatlarında emal edici sənaye məhsulları üstünlük təşkil edir ifadəsi bu deməli inkişaf etmiş ölkələrə aid olan bir xüsusiyyət olduğu üçün biz bunu Cənubi Avropa ölkələrinə aid edə bilərik. Şimal Afrika regionunda yerləşən ölkələrə yox. Zeytun və sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli şərait var. Çünki hər ikisi də Araq dənizi iqlim tipində yerləşir, hər iki region. Ona görə zeytun və sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli şərait var deyə bilərik. Demoqrafik keçidin ikinci mərhələsidir. Bilirsiniz ki, demoqrafik keçidin 4 mərhələsi var və demoqrafik keçidin ikinci mərhələsi demoqrafik partlayışın səciyyəvi olduğu ölkələrə məxsusdur ki, bu Afrikanın şimalına aiddir. Cənubi Avropada demoqrafik keçidin 4-cü mərhələsidir. Çünki Cənubi Avropa ölkələrində minus təbii artımdır. Yəni depopulyasiya, demoqrafik böhran səciyyəvidir. Demoqrafik böhran da demoqrafik keçidin 4-cü mərhələsinə aiddir. Beynəlxalq turizm rayonlarıdır. Bu hər ikisinə də aiddir. Doğru cavabımız 2, 4 və 6 olacaq. Yəni D variantı bu sualın doğru cavabıdır. 15-ci sual. Dəniz sahili suları qurutmaqla ərazilərini genişləndirən ölkələr. Bilirsiniz bu nə deməkdir? Yəni burada söhbət polderlərdən gedir. Təbii ki, biz bu sahədə bilirik ki, Niderland birincidir. Niderland nə az, nə çox öz ərazisinin təqribən 40%-ni sırf Şimal dənizinin suyunu qurutmaqla artırıb və eyni zamanda Belçikada da biz polderləri görə bilərik, elə Yaponiyada da görə bilərik. Doğruca belə A variantı. Məsələn, artıq burada sizin biraz məntiqiniz işə düşməlidir. Fikirləşməlisən ki, İsveçrə dəniz sahil mövqeyində yerləşmir, çünki materik daxili ölkədir. Elə Macaristan da, elə Çad dövləti də materik daxili biz deyəcəyik ki, ölkələrdir. Yəni, onlar necə dəniz sahili suları quruda bilərlər ki, eyni zamanda Finlandiya məsələn bu sahədə fərqlənmir, Böyük Britaniya da elə fərqlənmir. Amma Niderland, Belçika və Yaponiya bu sualın doğru cavabı hesab oluna bilər. İran körfəzi hövzəsində yerləşən dövlətlər bizdən istənilir. Misirin İran körfəzindən çıxışı yoxdur məsələn. Və ya da Livanın da həmçinin İran körfəzindən çıxışı yoxdur. Misir yenə bu variantdan olmaz. Sudan yəni İran körfəzi ümumiyyətlə görmür, nə əlaqə? Və ya da Yəmən yenə İran körfəzini görmür. Doğru cavab əlbəttə ki, Y variantı olsun. Küveytdir, Qətərdir, Bəhreyndir, Birləşmiş Ərəb Əmirliyidir, Omandır. Həmçinin biz deyəcəyik ki, İraqdır, İrandır, Səudiyyə Ərəbistanıdır. Bax bunlar bəli İran körfəzi hövzəsində yerləşən dövlətlərdir. Atlantik Okean sahilində yerləşən unitar respublikalar istənilir bizdən. Birincisi Meksika Federativ Respublikadır, olmaz. Argentina həmçinin federativ deyəcəyik ki, respublikadır. İspaniya həm federativ, həm də respublika deyil. Deyəcəyik ki, monarxiyadır. Ona görə A variantı olmaz. Portuqaliya unitar respublikadır, olar. Fransa unitar respublikadır, olar. Biz deyəcəyik ki, Tunis unitar respublikada olar. Doğru cavabımız B variantı. Məsələn, Braziliya federativdir, olmaz. Meksika federativdir, olmaz. Mərakeş konstitusiyalı monarxiyadır, olmaz. Norveç konstitusiyalı monarxiyadır, olmaz. Tanzaniya biz deyəcəyik ki, federativdir, olmaz. Meksika federativdir, yəni olmaz. İspaniya federativ, hətta konstitusiyalı monarxiyadır, olmaz. Doğru cavabımız olacaq burada B variantı. Ancaq bir ölkə ilə quru sərhəddə malik olan ölkələr. İspaniya olmaz, çünki İspaniyanın həm Fransa, həm Andorra, həm Portuqaliyanın 3 ölkənin qonşuluq mövqeyi var. Burada Haiti ola bilər, çünki Haiti adasında yerləşir və o adada Haitidən başqa bir Dominikan Respublikası var. Yəni Haitinin bir qonşusu var. Brunei'nin də bir qonşusu var. Brunei ada ölkəsidir. Kalimantan adasında, digər adı ilə desək Borneo adasında yerləşir və cəmi bir qonşusu var, o da Malayziyadır. Portuqaliya ola bilər, cəmi bir qonşusu var, o da İspaniyadır. Amma deyəcək ki, Malayziyanın həm İndoneziyanın, həm Taylandla, həm Brunei ilə qonşuluq var.
Həmçinin Polşanın, həm Almanya, həm Rusiya kimi dövlətlərin qonşuluq mövqeyi var. Doğru cavab olacaq 2, 3, 5 Y variantı. Dünya okeanına birbaşa çıxışı olan unitar respublikalar deyirsə və birbaşa çıxışı olan, bax, birbaşa çıxışı olan deyə, düzdürmü? Əfqanistan olmaz, Monqolistan olmaz. Heç Çad da olmaz. Bax, bu üçü də sən bilməlisən ki, materik daxili ölkədir. Yəni, bəri başda bunlar çıxdı. Hə, Türkiyə, gəl baxaq. Dünya okeanı çıxışı var, unitarlı respublikadır, olar. Uruqvay, dünya okeanı çıxışı var, bilirsən, Atlantik okeanı çıxışı var. Unitardır və respublikadır, olar. Misir, Aral dənizinə, yəni Atlantik okeanı çıxışı var, hətta Qırmızı dəniz vasitəsilə Hind okeanının çıxışı var. Unitardır və respublikadır. Deməli, 1, 3, 4 bizim sualımızın doğru cavabı ola bilər. Verilən əlamətlərin aid olduğu dövlətlər. Dağlıq relyefə malikdir. Okey, dağlıq relyefə malikdirsə Belarus getdi. Belarus düzənlik relyefə malikdir. Olmaz. Elə Moldova düzənlik relyefə malikdir. Olmaz. Slovakiyada düzənlik relyefə malik. Olmaz. Hind-Avropa dilaləsi mənsubdur. Dünya okeanı birbaşa çıxışı yoxdur. Burada zaten Meksikada uyğun gəlməzdi. Kanadada uyğun gəlməzdi. Gürcüstan da uyğun gəlməzdi. Çünki onların dünya okeanı çıxışı var. Pakistan dünya okeanı çıxışı var. Doğru cavab niyə variant olmasın ki? Avstriya və İsveçrə dağlıq relyefdirmi? Bəli. Çünki Avstriya və İsveçrə Alp dağlarında yerləşir. Bunu qoydum kənara. Əfqanistan desən, o da dağlıq relyefə malikdir. Üçü də dünya okeanı çıxışı yoxdur. Əfqanistanda Əfqan dilidir. Əfqan dili Hind-Avropa dil ailəsinə aid olub. Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Sonra Avstriya Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. İsveçrədə də 3 rəsmi dil var. İtalyan dili, Alman dili və Fransız dili. Bunlardan İtalyan və Fransız Hind-Avropa dil ailəsinin Roman dil qrupudur. Alman dili də Hind-Avropa dil ailəsinin German dil qrupudur. Yəni nəticə etibarilə bu 3 ölkənin üçü də Hind-Avropa dil ailəsinə aiddir. Doğru cavabımız C variantı olacaqdır. Ərazisində yerləşən ölkələrin sayı daha çox olan yarımadalar deyirsə, məsələn, mən seçərdim əlbəttə ki, qeyri-şərtsiz Y variantı, Balkan və Ərəbistan. Niyə? Bax, Yucatan yarımadasının böyük bir hissəsi deməli, Meksikadır. Çox az hissəsində Belizi görə bilərik. Məsələn, bu niyə olsun ki? Və ya da Skandinaviya, Norveç, İsveç, qismən Finlandiya məxsusdur. Yenə Skandinaviya çıxırıq. Və ya da Pirneyi desən, İspaniya, Portuqaliya, qismən də Andorra, amma əsas İspaniya və Portuqaliyadır. Yutlaniya desən, 3'te 2'si Danimarka, 3'te 1'i Almanya'nın. Olmaz. Deməli, doğru da bir yer olacaq. Mesela Balkan yarımadasında yerləşən ölkələrin bir hissəsindeyim. Mesela Yunanistan, Serbiya, Şimal Makedoniya, Montenegro, Albaniya, Bosniya-Herzegovina, Kosova, Sloveniya, bu kimi dövlətləri biz Balkan yarımadasını qeyd edə bilərik və yaxud Ərəbistan yarımadasını. Səudi Ərəbistan, Yəmən, Oman, Qətər, Küveyt, ondan sonra Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr qeyd edə bilərik. Yəni bu iki yarımadada təbii ki biz daha çox ölkə görəcəyik. Sonra İndoneziyanın yerləşdiyi böyük adalar qrupu maraqlıdır. Bax, buradan elə mənim gözüm ilk olaraq Saxalini sataşdı. Saxalin adası Sakit Okeanında yerləşir və Rusiyaya məxsus olan bir adadır. Olmaz. Düzdürmü? Tayvan desən Çinindir. Olmaz. Andaman adaları Hindistanındır. Olmaz. Yava adası bütövlükdə İndoneziyanındır. Hətta İndoneziyanın paytaxtı Jakarta şəhəri Yava adasında yerləşir. Sumatra desən bu da bütövlükdə Indoneziyaya məxsusdur. Kalimantanın böyük bir hissəsi İndoneziyanındır. Az bir hissəsi isə Malayziya və qeyd edəcəyik ki, Bruneiyə məxsusdur. Doğru da 1, 5, 6 olacaq. Yəni doğru cavabımız Y variantı. Sonra Yaponiyaya yerləşir böyük adalar qrupu. Yaponiya 4 əsas adada yerləşir də. Hokkaido, Honshu, Shikoku və Kyushu. Yəni burada Kyushu yoxdur da, ona görə seçmirik. Kalimantan dediyim kimi Brunei, Malayziya və Indoneziyaya məxsusdur. Tayvan, Çinə, Saxalin, Rusiyaya məxsusdur. Doğru cavabımız 1, 4, 6 olacaq. Ümumiyyətcə Honshu Yaponiyanın ən böyük adasıdır və Yaponiyanın paytaxtı Tokyoda elə Honshu adasında yerləşir. 3
yarımkürədə yerləşən dövlətlər istənilir bizdən. Elə o variantı mən seçərdim. Niyə? Braziliyanın ekvator xətti kəsdiyi üçün şimal, cənub və qərb yarımkürəsində yerləşir. Böyük Britaniya və İspaniyanın da Greenwich kəsdiyi üçün şimal, şərq və qərb yarımkürələrində yerləşir. Deyəcək. Məsələn, Madagaskar desəm, uyğun gəlmir. Cənubda və şərqdə yerləşir. Və yaxud da ki, Pakistan desən, şimal və şərqdə yerləşir. Paragvay desən, cənubda və qərbdə yerləşir. Və yaxud biz Misri deyə bilərik ki, şimalda və şərqdə yerləşir. Yəni, doğru cavabımız olacaq məhz A variantı. Cənub-Qərbi Asiya regionuna aid olan ölkələr. Cənub-Qərbi Asiyaya Tayland aid ola bilməz. Çünki Tayland bilməlisiniz ki, Cənub-Şərqi Asiya regionuna aiddir. Nepal desən, Butan desən olmaz. Çünki bunlar Cənubi Asiya regionuna aiddirlər. Və yaxud da ki, Brunei desən, Kamboda desən, bunlar Cənub-Şərqi Asiya, Pakistan Cənubi Asiya regionuna aiddir. İndoneziya Cənub-Şərqi Asiyadır, olmaz. Doğruca burada deyəcək əlbəttə ki, C variantı olacaqdır. Çünki İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, bunlar Cənub-Qərbi Asiya regionuna aiddir. Ümumiyyətlə, Cənub-Qərbi Asiya regionuna mən bir saysam, Azərbaycan, Gürcistan, Ermənistan, Türkiyə, İran, İraq, Livan, Suriya, Yordaniya, İsrail, Əfqanistan, bunlarla yanaşı Səudiyyə Ərəbistandır, Yəməndir, Omandır, Qətərdir, Küveytdir, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, bu kimi ölkələr daxildir. Yəni, doğru cavabımız olacaq məhz C variantı. Qaradəniz sahilində yerləşən dövlətlər. Qaradəniz sahilində yerləşən deməli 6 ölkə var. Səhv eləmirəmsə sayılarını dəqiq bilmirəm, ya 5 ya 6-lar. Deməli hansılardır? Rusiyadır, saat əqrəb istiqamətini sayacağam. Rusiyadır, Gürcistandır, Türkiyədir. Deməli Bolqarıstan, Rumıniya və Ukraynadır. 6 ölkə, düz demişim. Deməli bunlar Qaradəniz sahilində yerləşir. Doğruca bilinir, burada olsa təbii ki, A variantı. Almaniyanın Qaradənizdən heç bir əlaqəsi yoxdur. İsveçin, Polşanın, Yunanistanın həmçinin. Belarusun ümumiyyətlə heç bir dənizə, heç bir okean çıxışı yoxdur. Macarıstan da elə həmçinin o formadadır. Daha sonra Livan desən Qaradənizi görmür. Serbiya desən materik daxili ölkədir. Doğru cavab əlbəttə ki, olacaq A variantı. Yəni, 3 yarımkürədə yerləşən dövlətləri istəyir bizdən. Deməli, burada mən deyirəm ki, deməli, Monqolistan təbii ki, şimal və şərqdir. Olmaz, təbii ki. Sonra Kanada desən, yəni şimal və qərbdir. Avstraliya cənub və şərqdir. Boliviya cənub və qərbdir. Niyə B variantı olmasın? İndoneziya şimal, cənub, şərq. Ekvator şimal, cənub, qərb. Kongoda şimal, cənub, şərq yarımkürələrində yerləşir. Doğruca B variantı. Daha sonra Almaniya, Polşa, Avstriya və Slovakiya ilə həmsərhəd olan deməli dövlət bizdən istənilir. Həm Almaniya, həm Polşa, həm Avstriya, həm Slovakiya ilə qonşuluq mövqeyində olan bir ölkə. Təbii ki, İsveçrəni mən buradan çıxacağım. Biz burada əlbəttə ki, Rumıniyanı çıxacağıq, Bolqaristanı çıxacağıq ki, bunlar təbii ki, qonşuluq mövqeyləri yoxdur. Burada təbii ki, doğru cavabımız olacaq Çexiya, Almaniya, Polşa, Avstriya, Slovakiya ilə qonşuluq deyəcək ki, mövqeyində yerləşir. Doğru cavabımız olacaqdır C variantı. Ərazisinin çox hissəsi yüksək dağlıqda yerləşən qərb yarımkürəsi ölkələrini istəyir bizdən. Bilirsiniz ki, Norveç şərq yarımkürəsindədir, olmaz. Nepal şərq yarımkürəsindədir, olmaz. Senegal desən dağlıq ölkə deyil, baxmayaq ki, qərb yarımkürəsində yerləşir. Doğru cavab burada niyə deyəcək ki, D variantı olmasın ki? Bu arada Tunis şərq yarımkürəsində yerləşir. Boliviya və Peru bilirsiniz ki, Ant dağlarında, Meksika isə böyük bir hissəsi Kordilya dağlarındadır. Doğru cavabımız D variantı olacaqdır. Dağlıq ölkələrdir. Ərazisinin çox hissəsi yüksək dağlıqda yerləşən şərq yarımkürəsi ölkələrini istəyir indi bizdən. Deməli, Uruqvay qərb yarımkürəsindədir, olmaz. Yəni, burada bir məna şəkildə çıxdaş etəcək B variantı bu sualın doğru cavabıdır. Nepal desən, Əfqanistan desən, Tacikistan bunlar məhz şərq yarımkürəsindədirlər və üçü də məhz Asiyanın yüksək dağlıq ərazilərində yerləşən
dövlətləridir. Deməli, 30 sualın izahını verdim. İnşallah ki, izahlar sizin üçün maraqlı olmuşdur. E, Kanala abunə olun, dostlarınızla paylaşın. Videoları davamlı olacaq inşallah. Ta qəbul gününə qədər mütəmadi olaraq testlər paylaşacağım, izahlar verəcəm ki, sizlərə mütləq kömək dəysin. Özünüzə yaxşı baxın, Allah'a emanet olun. Növbəti video izahlarda görüşərək.